Salam uşaqlar, bugün güvəndən kəmiyyətin verilən nisbətdə bölünməsinə baxırıq. Test ilə başlayaq. Deyir 12 ədədini 1-2 nisbətində 2 hissəyə böldükdə alınan kiçik hissə neçə olar? 1-2 nisbətində dediyinə görə x üstəgələ 2x bərabərdir 12-yə. 3x bərabərdir 12, x bərabərdir buradan 4-ə. Deməli, x-i tapdıq ki 4-dür. Bəs onda 2x nə olacaq? 4 vurulsun 2, yəni 8 olacaq. Burada da alınan kiçik hissə neçə olar dediyinə görə kiçik hissə 4. Variant C variantı. İkinci sual. 60 ədədini 5-7 nisbətində 2 hissəyə böldükdə alınan böyük hissə neçə olar? 5x üstəgələ 7x bərabərdir 60-a. 12x bərabərdir 60, x də bərabərdir 5-ə. Yəni 5x bərabərdir 5 vurulsun 5, 25. 7x bərabərdir 7 vurulsun 5, 35. Böyük hissə soruşduğuna görə 35. $210 kiloqram şəkər tozu 3, 5, 7 nisbətində qablaşdırılmışdır. Ən kiçik qabda neçə kiloqram şəkər tozu var? 3x üstəgələ 5x üstəgələ 7x bərabərdir 210-a. 15x bərabərdir 210, x bərabərdir 14-ə. 3x olduğu zaman 3-ü 14-ə vurduğumuz zaman edir 42. 5x də 5-i vur 12-yə etsin 60. Və 7x də 7-ni vur 14-ə etsin 98. Ən kiçik qabda neçə qram şəkər tozu deyir? Ən kiçik qabda burada olur 42A variantı. Dördüncü sual. Deyir, un, yağ və şəkərdən uyğun olaraq 2, 3, 6 nisbətində istifadə edə 22 kiloqramlıq xəmir hazırlanır. Bu xəmirin hazırlanmasında istifadə olunan unun miqdarı şəkərin miqdarından neçə kiloqram azdır? Birinci tapaq görək. Nə qədərdir hələ x-imiz? Deməli, edir 11x bərabərdir 22, x bərabərdir 2-yə. 2x nədir? 2 vurulsun 2, yəni 4-dür. 4 unun miqdarıdır. 3x bərabərdir 3 vurulsun 2, 6 yağın miqdarıdır. 6x də bərabərdir 6-nı vur 2-yə, 12, bu da şəkərin miqdarıdır. Bu şəkildə deyir ki, unun miqdarı şəkərin miqdarından neçə kiloqram azdır? Un nə qədərdir? Şəkər nə qədərdir? Yəni 12-dən 4-ü çıxarıq. 8 kiloqram az olduğunu tapmış olarıq. 5-ci misal. Üçbucağın tərəfləri 4, 5, 6 nisbətindədir. Bu üçbucağın kiçik tərəfinin uzunluğu 12 sm olarsa, böyük tərəfinin uzunluğu neçə santimetrdir? Yazdıq. 4-ün, 5-in 6-ya nisbətindədir. Deyir ki, kiçik tərəfin uzunluğu 12 santimetrdir. Kiçik tərəf hansıdır? 4-dür də. Kiçik tərəf 4-dürsə, 12 santimetr olubsa, deməli 4-ü neyniyib? 3-ə vurub. Mən 4-ü 3-ə vurmuşamsa, 5-i də 3-ə vurmalıyam, 6-nı da 3-ə vurmalıyam. Nisbətimiz olacaq 12-nin 15-ə və 18-ə nisbəti. İndi deyir ki, böyük tərəfin uzunluğu neçə santimetrdir? Böyük tərəfin uzunluğu 18 santimetrdir. 6-cı sual. Müəyyən qədər buğda 3, 5, 7 nisbətində 3 hissəyə ayrılır. Alınan böyük hissə 126 kiloqram olarsa, bölünmədən əvvəl buğda neçə kiloqram olmuşdur? Burada böyük hissədən söhbət getdiyinə görə böyük hissə nədir? 7-dir. Yəni 7x bərabərdir 126. Buradan x nəyə bərabərdir? 18-ə. 3x-imiz nəyə olacaq? 3 vurulsun 18 edəcək 54. 5x də bərabərdir 5 vurulsun 18, bu da edəcək 90. Sonra deyir ki, bölünmədən əvvəl buğda neçə kiloqram idi? Deməli 54 üstə gələk 90 üstə gələk 126. Bölünmədən əvvəl deyir. Ona görə də bu olur 270. Bölünmədən əvvəl 270 kiloqram imiş.
7-ci. Məftil 8-15 nisbətində 2 hissəyə bölünür. Alınan hissələrin fərqi 42 sm olarsa, məftilin bölünmədən əvvəlki uzunluğu neçə santimetrdir? Fərqi dediyinə görə artıq 15x çıxılsın, 8x bərabərdir 42 yazacaq. 7x bərabərdir 42, x də bərabərdir 6-ya. Burada edir 8x bərabərdir, yəni 8 vurulsun 6, 48-ə. 15x də bərabərdir, 15 vurulsun 6-ya, bu da eləyir 90. Sonra nə deyir? Bölünmədən əvvəlki uzunluğu neçə santimetr olub? Deməli, bölünmədən əvvəl uzunluğu da 90 ilə 48-i topladığımız zaman edir 138. Yəni 138 santimetr olub. 8 ilə davam edirik. Üçbucağın daxili bucaqları 3, 5, 7 nisbətində olarsa, ən kiçik daxili bucağını tapın. Üçbucağın daxili bucaqları necə? Bilirik ki, 180 dərəcədir. Ona görə 3x üstəgələk 5x üstəgələk 7x bərabərdir 180-ə. Bu edir 15x bərabərdir 180, x də bərabərdir 12-yə. 3x bərabərdir 3 vurulsun 12, 36, 5x bərabərdir 5-ə 12-yə vurduğumuz zaman edəcək 60. 7x də bərabərdir 7 vurulsun 12, 84. Ən kiçiyin soruşduğuna görə 36C variantı. 9-cu sual. Deyir ki, A, O və B nöqtələri bir düz xət üzərindədir. A, O, C 5 nisbətindədir bura, yəni. C, O, D bu hissəsi 3 nisbətindədir. D, O, B isə 1 nisbətində olarsa, C, O, D-ni tapın. Deməli, biz bilirik ki, yenə bu ümumiyyətlə açıq bucaq olduğunu, açıq bucağımız 180 dərəcə deyil. Yazarıq ki, 5x üstəgələk 3x üstəgələk x bərabərdir 180-ə. 9x bərabərdir 180, x bərabərdir 20-yə. 5x bərabərdir 5 vur 20, 100 edir. 3x bərabərdir 3 vurulsun 20, 60. X də bərabərdir elə 20-yə. COD-ni soruşduğuna görə COD də 60 dərəcə olur. COD hansı idi? 3 nisbəti. 3 nisbətində də cavabımızı tapmışıq ki, 60-dır. Və A variantının sonuncu 10-cu misalı. Bir tərəfinə bitişik bucaqları 2-3 nisbətində olan paraleloqramın iti bucağını tapın. Ümumiyyətlə, paraleloqramın bir tərəfinə bitişik iki bucağın cəmi 180 dərəcədir. Ona görə 2x üstəgələk 3x bərabərdir 180-ə. Buradan edir 5x bərabərdir 180, x bərabərdir 36-ya. 2x bərabərdir 2 vurulsun 36, 72. 3x bərabərdir 3 vurulsun 36, 108. İti bucağında, paraleloqramın iti bucağında soruşduğuna görə olur D variantı. Keçirik test B-yə. Birinci sual. Deyir, Fərid və Adilin yığdıqları almaların sayı 5-8 nisbətindədir. Adil 40 ədəd alma yığdısa, Fərid neçə ədəd alma yığdı? Biz baxırıq ki, Fərid nə qədərdir? Fərid 5-dir. Adil neçədir? Adil 8-dir. Deyir ki, Adil 40 ədəd yığıb. Yəni, biz bura 5x, 8x yaza bilərik də. Adil 40 ədəd yığıbsa, 8x bərabərdir 40. Buradan x bərabərdir 5-ə. X-in 5 olduğunu tapdıq. Sonra deyir ki, Fərid neçə ədəd alma yığdı? 5x də bərabərdir 5 vurulsun 5 bərabərdir 25-ə. Yəni, Fərid də 25 dənə alma yığıb. İkincisi, 162 əskər 4 qrupa bölünür. Onların 9-2 hissəsi birinci qrupa düşür. Qalan əskər isə 2-3-4 nisbətində 3 qrupa ayrılır. Alınan qruplarda ən çox neçə dənə əskər olur? Deməli, 162-nin birinci biz 9-2 hissəsini tapırıq. Yəni, 162 vururuq. 9-da 2, 162-ni 9-a böləndə 18 vurulsun 2 edir, bu da edir 36.
Qalan əskərlərdən söhbət getdiyinə görə 162 əskər var idi. Bunun 9-da 2-si 36-dırsa, 162-dən biz çıxırıq 36-na. Bu eləyir 126. Qalan əskərlərin 2-3-4 nisbətində. Yəni bu 126 2-3-4 nisbətindədir. Yəni 2x üstə gələk 3x üstə gələk 4x bərabərdir 126-ya. Topladığımız zaman edir 9x bərabərdir 126, x bərabərdir 14-ə. 2x bərabərdir 2 vurulsun 14, 28. 3x bərabərdir 3 vurulsun 14, 42. 4x də bərabərdir 4 vurulsun 14, 56. Alınan qruplarda ən çox neçə əskər olur? Ən çox 56 əskər olur. Sonra üçüncü. Xarici bucaqları 5, 6, 7 nisbətində olan 3 bucağın daxili bucaqlarının nisbətini tapın. Xarici bucaqların cəmi 360-dır. Ona görə 5x üstə gələk 6x üstə gələk 7x. O da bərabərdir 360-a. Bunu yazdıq. İndi bunu hesabladığımız zaman 18x bərabərdir 360-a, x bərabərdir 20-yə. Biz tapdıq ki 5x olduğu zaman 5 vurulsun 20, 100 edir. 6x olduğu zaman 6'nı 20'ye vurduğumuz zaman 120. 7x da 7 vur 20 edir 100, 140. Sonra burada deyir ki, daxili bucaqlarının nisbətini tapın. Biz baxdıq ki, 100-dir, 120-dir, 140-dır. Qonşu bucaqların, sanki bunu biz qonşu bucaqlar kimi götürürük. Qonşu bucaqların cəmi nəyə bərabərdir? 180-ə bərabərdir. Bu demək, yəni 180-dən 100-ü çıxdığımız zaman 80 edir. Biz bilirik ki, qonşu bucaqların cəmi 180-dir də. Yəni bir tərəf 100-dürsə, digər tərəfin 180 olmağından ötürü, ümumiyyətlə ikisi birlikdə 180 olmaqdan ötürü 180-dən 100-ü çıxmalıyam ki, mən bu 80-i tapım. Sonra 180-dən biz 120-ni çıxırıq, edir 60. 180-dən 140-ı çıxdığımız zaman edir 40. Yəni nisbətimiz nə olur? 80, 60, bir də 40. Mən hər tərəfi 20-yə bölsəm, bax burada yazıram, hər tərəf 20-yə bölünsə, 80-i 20-yə böldüyümüz zaman 4 edəcək, 60-ı 20-yə böldüyümüz zaman 3, 40-ı 20-yə böldüyümüz zaman 2 edəcək. Yəni 4-ün 3-ün 2-yə nisbəti alınmış olacaq. Dördüncü sual. X və sanki bu kimidir, qonşu bucaqlardır. Məsələn, bura 100-dürsə, bura 80 olmalıdır ki, ümumi 180 dərəcə olsun. Dördüncü deyir ki, X və Y qonşu bucaqlar və 5Y, 3X olarsa, X nəyə bərabərdir? X üstə gələk Y bildik ki 180 dərəcəyə bərabərdir. Burada verir 5Y bərabərdir 3X-a. Biz bilirik ki buradan Y 3-ə bərabərdir. X də 5-ə bərabərdir. Yəni, necə yazırıq? 3X üstə gələk 5X, yəni X üstə gələk Y bərabərdir 180-ə. 8X bərabərdir 180, X də bərabərdir nəyə? 22,5-ə. Həmən biz buradan X-i tapdığımıza görə 22,5 edir. Bizdə X nəyə bərabərdir? 5-ə bərabərdir də. Yəni bunu 5K kimi götürürlər də belə. K yazaq. K-nı tapdığı 22,5. Bizdən X-i soruşduğuna görə X-imiz nəyə bərabərdir? 5K-ya bərabər olduğuna görə 5-i vururuq 22,5-ə. Bu da edir 112,5. Nömrə 5. Yazaq. Famil, Murad. Deyir ki, Famil və Muradın yaşlarının nisbəti 1-in 3-ə nisbətindədir. Murad və Kamal. Sonra yazaq. Murad, Kamal. Muradla Kamalın nisbəti də 6-nın 7-yə nisbətindədir. Onların yaşları cəmdir 60 olarsa, Kamalın neçə yaşı var? Ümumiyyətlə, belə verildiyi zaman, əgər bir addan və yaxud hər hansı bir şey olsun da meyvədə yaza bilərlər, hər qələm, dəftər, fərqi yoxdur. Əgər 2 dənədirsə, biz onların nisbətlərinə baxırıq. Yəni, o nisbətləri biz bərabərləşdirməliyik. Ya 3-ə gətirməliyik, ya da ki 6-ya gətirməliyik. Başa düşdünüz? 6-ya gətirmək daha rahat olar bizə. Necə olar? Əgər mən 3-ü 2-yə vuraramsa 6 etsin deyə,
nisbətimin yuxarısını da mən 2-yə vurmalıyam. Yəni famil olacaq bax bu şəkildə. Yəni 2x ilə birbaşa yazaq. Murad da olacaq 6x. Digər tərəfdən yenə Murad 6x-dır. Kamal da olacaq 7x. Artıq Muradlar bərabərləşdi də, yəni. Bunların da yaşlarının cəmi 60 deyir. Artıq 2x üstə gələk 6x üstə gələk 7x bərabərdir 60 misalını yaza bilərik. Bunları topladığımız zaman edəcək 15x bərabərdir 60-a. X də bərabərdir 4-ə. İndi burada 2x bərabər 2 vurulsun 4, 8-dir. 6x bərabərdir 6 vurulsun 4, 24. 7x də bərabərdir 7 vurulsun 4, 28. İndi də Kamalın neçə yaşı var? Kamal nə idi? 7x idi də. Deməli, Kamalın 28 yaşı var. 6-cı misal. Deyir ki, 1 kiloqramı 12 manata olan fındıqla 1 kiloqramı 20 manata alınan qoz uyğun olaraq 3-ün 5 nisbətində bir-birinə qarışdırılır. Qarışığın 1 kiloqramı ən azı neçə manata satılmalıdır ki, bu satışdan zərər edilməsin? Deməli, bizdə nədir? Yazırıq ki, 1 kiloqramı 12 manatadır fındığın. Yazaq. 1 kiloqramı 20 manata da qozdur. 1 kiloqramı 20 manat qozdur. İndi deyir ki, 3-ün 5-ə nisbəti. Deməli, 3 fındıqdır, 5 qozdur. Yəni, mən 3-ü vuraram 12-yə, taparam ki, bu 36 manat edir. 5-i vuraram 20-yə, taparam ki, bu da 100 manat edir. Bunları ümumi qarışdıranda bir-birinə qarışdırılırsa, yəni mən deyək ki, məsələn, birindən 3 kilo aldıq, digərindən də 5 kilo aldıq. Toplam nə qədər ödəməliyəm? 136 manat ödəməliyəm də. Toplam 136 manat ödəməliyəm. Bu da deyir ki, qarışığın 1 kiloqramı ən azı neçə manata satılmalıdır ki, bu satışda zərər edilməsin. Nisbətim də verilmişdi ki, 3-ün 5-ə nisbəti. 3-ün üstünə 5 gələndə 8. Həmən biz bu 136-nı 8-ə bölməliyik ki, bu satışdan zərər edilməsin. Yəni, neçə manata satılmalıdır? Qarışığın 1 kiloqramı, ümumi qarışığın 1 kiloqramı, deməli 17 manata. Ümumi qarışıq yenə nədir? 3-ün üstünə 5 gəlir, 8. Axı, deyir, qarışdırılır, bir-birinə qarışdırılır. 136-nı da 8-ə böləndə edir 17. Variant olaraq da C variantı alınır. 7-ci misal. Kiloqramı 8 manat, 12 manat və 15 manat. 8 manat, 12 manat, bu da 15 manat. Olan müxtəlif növ konfetlər uyğun olaraq 1-in, 3-ün, 4-ün nisbətində bir-birinə qarışdırılır. Yəni, sırayla 1-in, 3-ün, 4-ün nisbətində bir-birinə qarışdırılırsa, yenə biz bunları vurmalıyıq. Yəni, 8-i 1-ə vurmalıyıq, 8. 12-ni biz 3-ə vurmalıyıq, 36. 15-i də 4-ə vurmalıyıq, etməlidir 60. Bunları qarışdırdığımız zaman, yəni 8 üstə gələk 36, üstə gələk 60 yazdığımız zaman edir 104. Yenə deyək ki, qarışığın 1 kiloqramı ən azı neçə manata satılmalıdır ki, bu satışdan zərər edilməsin. Nisbətlərimi mən yenə toplamalıyam. 1 üstə gələk 3, üstə gələk 4. Bu edəcək 8. Aldığımız ümumi məbləği həmin qarışığımın nisbətinə bölməliyəm ki, tapmalıyam ki, nə qədər mənə ən azı neçə manat satılmalıdır ki, zərər etməyim. Deməli, D variantı. 8-ci sual. 8-də nə deyir? Deyir ki, x bərabərdir 2y-ə, 3y də bərabərdir z-ə. X bölünsün y bölünsün z nisbətini tapın. Onsuz da bizə x-i verib. 2y yazıram. Y-i də olduğu kimi yazıram. Z-ə nə verib? 3y verib də. Hər tərəfi mən y-ə bölsəm, bax, burada yazıram. Hər tərəf y-ə bölünür. Yəni, qalır 2-nin 1-i 3-ə nisbəti. Olur A variantı. 9-cu. X, Y, Z bərabərdir 3, 4, 5. Sonra yazır ki, 3x çıxılsın Z bərabərdir 8 olarsa, Y nəyə bərabərdir?
Deməli, burada x nəyə bərabərdir? X 3k-ya bərabərdir. Həmişə bu k deyin, nə bilim, a deyin, sizə nə tər rahat olursa. Y bərabərdir 4k-ya, z də bərabərdir 5k-ya. Bax, belə uyğun olaraq yazılır. İndi mənə deyir ki, 3x çıxılsın, z bərabərdir 8-ə. X-in yerinə nə yazmışıq? 3 vurulsun 3k. Çıxılsın, z-in yerində nədir? 5k. Bərabərdir 8-ə. 3-3-ə vurduğum zaman 9k çıxılsın, 5k bərabərdir 8. Buradan edəcək. Daha da 9-dan 5 çıxan edəcək 4k bərabərdir 8-ə. Bu k da nəyə bərabər olacaq? 2-yə bərabər olacaq. İndi məndən y-i soruşduğuna görə y nəyə bərabərdir? Y 4k-ya bərabərdir. Y bərabərdir 4k olduğuna görə 4 vurulsun 2 bərabərdir 8. Da A variantı edir. Və sonuncusu 10-cu misal. Yazır x, y bərabərdir. Bu şəkildə y bölünsün z bərabərdir 2-nin 3-ə nisbəti. Deməli, bizdə x 1-dir, y 3-dür. K-larla yazaq lap yenə. Burada y 2-dir, 2k-dır. Z 3k-dır. İndi baxırıq ki, yenə eyni olan nələr var? Y-lər var da. Y-dən yəni 2 dənədir. Biri 3k-dır, biri 2k-dır. Mən nə etməliyəm deməli? Bunların hər ikisini eyni bir ədədə gətirməliyəm. Bu da ən asan yolu 6-dır da. 3-ü mən neçəyə vurmalıyam ki 6 eləsin? 3-ü mən 2-yə vurmalıyam ki 6 eləsin. Deməli, yuxarını da mən 2-yə vurmalıyam. Burada mən deməli y-i 6 eləməkdən ötürü 3-ə vurmalıyam. Bu hissəni də 3-ə vurmalıyıq. Biri 2-yə vuranda artıq olacaq burada 2k. Y olacaq 6k. Burada olacaq y bərabərdir 6k. Z də bərabərdir 9k-ya. Sonra bizdən y soruşduğuna görə hansı misaldır o? 10-cu. Burada nisbətin x bölünsün, y bölünsün, z-i soruşduğuna görə x-ə nə tapmışıq? X 2-dir. Y-ə nə tapmışıq? 6-dır. Z-i nə tapmışıq? 9. 2-nin 6-nın 9-a nisbəti. Yəni C variantı. Da burada yekunlaşdı.